Mövzuya keçməmişdən əvvəl ilk öncə buna sona qədər diqqətlə baxın. Əli süd verəndə nə olur? Nə olur? Məməli. Sonra istəyirsən yeməli. Dodağı dişdən alıb böyüyür. Deməli bir şey dişləndə böyüyür. Heç bilməzdim, belə çətinliklər var. Əziz Azərbaycan xalqı, Mədinə cəmaatı İmam Hüseyn və ailəsinin təhqir olunmasına göz yumandan çox qısa müddət sonra ilahi bəlaya düçar oldu. İmam Hüseyn və Əhl-i Beyti təhqir edənlər gəlib 3 gecə Mədinənin qadınlarını özlərinə halal bildilər. Yoxsa İmam Hüseyn və bacıları öz məharətlərini hələ göstərəcəklər? Mirşahin İmam Hüseyni söyəndən sonra minlərlə dindar həbsə salındı. Bu, susmağımızın bəlası idi. Allah bizi elə bir bəlaya düçar etdi ki, yer üzünün ən iyrənc məxluqu bir üzdən iraq çıxıb sosial şəbəkələrdən bütün məhbus ailələrini də söydü. Mənə cavab ver. Azərbaycanda İlham Əliyeva alternativ prezident namizədin birinin adındır. Türmədən bir kitabı fəraqdan tapmalı. Kim? Türmədəklərin evdəkilərin ağzına mı? İndi də mübarək Əli adını təhqir edirlər. Misal üçün orada deyə bilərdi ki, İlham hürsə nə olar? Olur ham-ham. Amma demir. Deyir Əli süd verəndə nə olur? Olur m***li. Bunlar illərdir bilərəkdən əxlaqsız rəqqasələri Göyçək Fatimə, rəqqasə Məryəm adları qoyurlar. Sənədlərin nə vaxt əliniz çatsa baxın görəcəksiniz ki, o adamların keçmiş adları Fatimə və Məryəm olmayıb. Bunlar Allah düşmənləridir. Ancaq dini müqəddəsləri təhqir edirlər. İmam Əlinin, İmam Hüseynin adları ölkəmizdə təhqir olunur. And olsun Allaha, kimsə buna görə dərddən ölsə qınanmaz. Bəsdir bu qədər təhqir. Vallah buna görə nəsə etməsək, sabah başımıza bəla gələr. Əgər bu insanlara əliniz çatmırsa, Allaha xatir heç olmasa bunların əxlaqsızlığını yayın. Hər kəs görsün. Axır əvvəl birinin əli çatar bunlara. Bunlara ağır şəkildə cavab vermək, ən azı üzr istətmək lazımdır.